Uşaqlar, bugün sizə sevimli Azərbaycan yazıçısı Zahid Xəlilin Tüklü Adam hekayəsini oxudum. Bu hekayəni siz də oxudunuz. Bu hekayədə bizə maraqlı gələn əsas məqam nə idi? Neçə oğlan bir-biri ilə söhbət edir? Hekayənin əsas obrazları kimləri idi? Əl qaldırın. 2 oğlan idi. Buyur Zəhra. 2 oğlan idi. Birinin adı Kemal idi. İkincinin isə Ülvi. Aha. İndi gəlin onların xarakteri haqqında söhbət edək. Kemal və Ülvi necə bir xasiyyətə sahib idilər? Deyə bilərsən? Kemal çox qorxunc idi. Hər şey Qorxunc demək olmaz. Amma Kemal değildi. Qorxaq olan kim idi? Ülvi idi. Kemal və Ülvi hara getmişdilər? Meşəyə nə üçün getmişdilər? Urfa niyə getmişdilər? Hə? Kim deyə? Səndir. Çiyələr yığmağa getmişdilər. Gəlin Ülvini xarakterize edək. Ülvi necə idi? Qorxaq idi. Bəs Kemal? Elman. Aha, əyləş. Yaxşı. Kemal və Ülvinin ortaq xüsusiyyəti nədir Jasmin desin? Hə? Onlarda ümumi olan nə idi hər ikisində? Birisi qorxmurdu, birisi isə qorxurdu. Çünki birisi qorxurdu ki, orada o elə bilirdi ki, o dağ qorxuludur. Amma Kemalsa qorxmurdu heç nədən. Hə, əyləş. Yaxşı, orada əslində dağdan qorxurdu, yoxsa, buyur Davud. Tüklü adamlar. Yox, ona elə gəlirdi. O nağıllardan Tüklü Adam adlı bir obraz oxumuşdu. Elə bilirdi ki, aha, indi elə onun səsinə səs verən, onun səsini təkrarlayan elə o nağıl qəhrəmanı Tüklü Adamdır ki, meşədə peyda olub. Buyur. O elə bilirdi ki, meşədə tüklü adam var idi. Amma hamısını... Hansı səs eşidib elə bildi? Elə bildi, echo eşitmişdi. Əks-səda eşitmişdi, öz səsinin əks-sədasını. Öz səsini eşitmişdi, o da qorxdu, elə bildi ki, tüklü adamdır. Aha, bəs Kemal necə oğlan idi? Kemal dostunun bu fikrinə necə yanaşır Xalid? Kemal cəsarətli oğlan idi, heç kimdən qorxmurdu. Aha. Sonra aydınlaşdırır, dostuna başa salır vəziyyəti, doğru. Dostuna vəziyyəti başa salır. Bəs dostu necə yanaşır onun sözlərinə, inanır? Nağılın sonuna onda gəlin bir də oxuyaq, görək inanır. Buyur, oxu Jasmin kitabda nağılın ən son hissəsini. Son, tüklü adamı gördüm. Ülvi tərəddüdlə Kemala baxdı. Deyəsən ona inanmadı. Kemal dedi, gör nə qədər moruq var, yıxsana. Yıxsana? Aha. Kemal doyunca yeyib qabını moruqla doldurdu. Ülvi bir gilə də yemədi. Boğazı qurumuşdu. Qabını da evə boş qaytardı. Aha, deməli